bizim valideynimizin hər hansı biri bizə daim hiss elətdirir ki, biz ancaq özümüzü kontrol altında hiss eləməliyik. Dərsdən gəldik, aha, belə oturmalısan, elə yeməlisən, saat filana qədər məsələn televizora baxa bilərsən, dərsin. Biz kontrolu nə etmişik? Özümüzün komfort zonasına çevirmişik. Ona görə də həyatımıza gətirdiyimiz insanlar, çünki onlar elə belə gəlmirlər. Bu ayna effekti deyilən bir şey var da. Ayna olaraq gəlirlər. Onlar niyə gəlirlər? Onlar ya bizə xidmət eləmək üçün gəlirlər, yaxşı anlamda xidmət eləmək, ya da bizim düzəlməli olan tərəflərimiz var, hansı ki, üzərində korreksiya işləri eləməliyik. O düzəlişləri bizə göstərmək üçün həyatımıza gəlirlər. O bəy də həmin xanımın həyatına gəldi və bir yerdən sonra xanım artıq o qədər o kontrollara doymurdu ki. Bəli, yəni görürsüz necə maraqlıdır, siz də üzünüzdən görürəm, çox heyrətlə dinləyirsiniz. Bəli, çünki adətən nə olur, biz deyirik ki, yaxşı olar, biraz rahat olaq, yəni hamı rahat nəfəs alım, niyə də, nə ehtiyac var? Ancaq belə insanlar inanın ki, çoxdur.